Düşünce mekanizması nedir? Bu çok dərin bir bəhsdir. Mən yenə işarə edirəm düşünce mekanizmasına, məhsusat, mütəxəyyilat, məqulat bölməsində insan birbaşa anlamlar alabilir xaricdən və ikinci dərəcəli anlamlar. İkinci dərəcəli anlamlar alandan sonra artıq insan başlayır təsdiq sahəsinə qədəm qoymağa. Təsdiq sahəsinə qədəm qoydu, artıq başlayır məchulatı, naməlum məsələləri məluma çevirməyə. Çünki təsdiq etmək, hökm eləməklə nəticə, müqəddimələr qurub nəticə almağı ilə. Buradadır ki, insan səbəb və nəticə qanununa çatır. Səbəb və nəticə qanununa çatmaq bilirsiniz nədir? Yəni, niyə mən haradan gəlmişəm, kiməm və haradan gedirəm? Və hara gedirəm. Yəni, ali ehtiyac burada artıq düşüncə mekanizmasından irəli gəldi. Düşüncə avtomatik. Bizə üçün düşüncə var, bizə ali bir ehtiyac üzə çıxır. Çünki avtomatik biz nəticə alırıq ki, haradansa gəlmişəm. Maraqlı budur ki, dünya bizim ali ehtiyacımızı təmin edə bilməz. Çünki ehtiyac ki gəldi, gərək bu təmin olmaq. Təmin edə bilməz dünya. Niyə? Çünki dünya özü fani bir yerdir. Fani bəqadan, bəqanın işini görə bilməz. Həmişəliyin işini görə bilməz. Sənə deyə bilməz. Çünki dünya özü də hardansa gəlib. Sən gərək o mənşəyi tapasan, hardan gəlmirsən, kimsən və hara gedirsən. Mənşə özü gərək nə ola? Əbədi ola. Özü gərək baqi ola. Ona dedik, onu biz necə təsəvvür elədik? O mənşəni mütləq varlıq anlamı ilə, o təsəvvürlə gəldi zehnimizə. Allah'ı təsəvvür etmək olmaz. Niyə olmaz? Mütləq varlıq anlamı ilə, bəqa anlamı ilə, o bəqadır, o əzəlidir, əbədidir, o mütləq alimdir, o mütləq... Bunlar hamısı Allah'ın təsəvvürüdür. Belə bir Allah'ı biz artıq təsdiq etməliyik. Vardır ya yoxdur. Vardır ya yoxdur təsdiq etmək üçün əgər məsələ düz təsəvvür olunsa 100% təsdiq də olur. Dəlil gətirməyə ehtiyac yoxdur. Məsələnin təsəvvürü düz olmalıdır ki, Allah vardır ya yox. Məsələ düz təsəvvür. Bir ateist dedi ki, indi soruşacağım Allah necə yaranıb? Dindarlar başlayacaq nağıl danışmaya. Yəni bu sözün cavabı yoxdur. Mən başladım ona yazmağa. Dedi, yox, sən dəlil gətirməmsən. Dedim, bura bax, yoldaş, sənə dəlil lazım deyil. Sənə məsələnin düzgün təsəvvürü lazımdır. Sən məsələni düz təsəvvür edə bilmirsən. Məsələnin düz təsəvvürü budur ki, sən varlıq aləmindəsən ya yoxluq aləmində, təbii ki, varlıq aləmindəsən. Varlıq aləmində mütləq varlıq dedikdə, yəni ona yoxluğun yolu yoxdur. Yəni artıq o yoxluq onda məna vermir. Bu paradoks olacaq. Mütləq varlıq, yəni ki, yaranmağa ehtiyacı olmayan, aydındır, elə ki, desən varlığın yaranmağa ehtiyacı var, onda artıq varlıq deyil o. Ya sən deyirsən ki, yoxluq aləmi var, onda o yoxluq deyil. Elə o da varlıq aləmidir. Yenə də o mütləq varlıq sübuta yetir. Ya da deyirsən ki, bu varlıq yaranıb, yəni paradoks. Bu düz gəlmir. Aydındır, məsələ düz təsəvvür olunsa, özün görəcəksən ki, Allah'ın yaranmağa ehtiyacı, varlıq üçün mütləq varlığın yaranmağa ehtiyacı yoxdur. Bəs o varlıq, mütləq varlıq anlamı, yəni Allah. Din bizə deyir, o Allah'tır. Din gəlir bizim ali ehtiyacımızı təmin etməyə. Dindən başqa heç bir şey bizim ali ehtiyacımızı təmin edə bilməz. Niyə? Din yəni birbaşa yaradan ilə kontaktə, əlaqəyə girməkdir. O bizə deyə bilər. Çünki o yaradır, o bizi yaxşı tanıyır. O biz kimi və hara gedəcək. Aydındır. Bəs dinə nəyə görəsə ehtiyac var? Din insanın hansı dərdin dərman edir? Din insanın ən ali ehtiyacını təmin edir inşallah. Ən ali ehtiyacını ki, dindən başqa heç bir şey təmin edə bilmir. Bəs o mütləq varlıq Allah'dır. La ilahe illallah yoxdur, layiqli məbud Allah'tan başqa. Qısa deyirəm hamısı. Və Allah bütün kamilliklərə məxsusdur. Bütün kamilliklər ona məxsusdur. Onda zatıdır, ona verilməyib. Bəs o ibadətə ona görə o layiqdir. İbadət yəni bu. Təzimdir kimin qarşısında? Bütün kamilliklərə məxsus olan. Əhl-i beytə ibadət edə bilmərik. Təzim edə bilərik.
Çünki onlar kamillikləri onlara məxsus bilmirik, ona görə ibadət edə bilmərik onlara. Aydındır? İbadət yalnız Allaha məxsusdur.